Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə. Əmlak nüvəsi sapan şəxslər demək istəyirəm ki, əgər sizin yaşadığınız evin sənədi yoxsa, həmin evdən çıxmayın. Eyni zamanda evin sənədi varsa 2009-a qədər qeydata düşmüşsə, yenə çıxmayın həmin evdən, hörmətli izləyicilər. Və yaxud sizin həyat yoldaşınızın evidirsə və yaxud evli olan şəxssə 2009-dan sonra qeydata düşmüşsə, yenə çıxmıyor. Niyə onu indi qeyd edəcəm hüquqi cəhətdən, amma əvvəlcədən bir elanı nəzərə çatdırmaq istəyən hörmətli izləyicilər. Deməli, telefon və əyanın hüquqi məsləhətin alması 10 dəqiqə, YouTube kanalına abunə olan şəxslər üçün 10 dəqiqəsi 3 manatdır və 10 dəqiqədən yuxarı məsləhət istəsiniz 10 manatdır, hörmətli izləyicilər. Əgər YouTube kanalına abunə olmasanız, o halda 25 manat, hörmətli izləyicilər. Nəzərə alın. Və demək istəyirəm ki, telefon nömrəm videonun izahı yerində qeyd olunur və yaxud YouTube kanalı şot bölməsində istənilən videonun üzərində var. Eyni zamanda TikTok səhifənin profilində var. Telefon nömrəndə kart nömrəndə. Niyə mən bu aksiyonu edirəm, o barədə qısa məlumat vereyim. Özün əl arabasında olduğuma görə mən Zaur Seyidzadə. İstəyən bir yer götürün, əli dostlarıma, əl üçün qoyun orada satın, eyni zamanda hüquqi yardım gözlədir. Bunun üçün yəni iyanə yığan, ona görə bu kampaniya edirəm. Əgər kimsə mənim kanalıma baxırsa, dəstək üçün qeyd olunur qismində iyanə də edə bilər. Amma birinci növbədə YouTube kanalına abunə olun və videonu bəyənin dəstəkləyin. Və ən keçdiyimizin nəyə görə deyilim ki, qeydiyyatdan çıxdınız, evdə, yəni yaşadığınız evdə qeydiyyatınız varsa çıxmıyor. Ona görə deyirəm ki, hörmətli izləyicilər. 2009-a qədər kim qeydiyyata düşüb, qanun vericiyə əsasən mülkiyyət idarəsi, yəni həmin şəxslər evdən çıxartdığı zaman pul ödəməlidir. 2009-dan sonrası əlin arvadı və yaxud yaxın qohumlar ödəməlidir. Nəzərə alın və yaxud evli olan şəxslər ödəməlidir. Amma qaldı sənədsiz evi, yəni məhkəmə qərarından çıxarılmalıdır. Məsələn, şəxs boşanırsa. Amma onu edə bilməyəcək, ona görə özlərinin mülkiyyət idarəsi hesab olunmur. Evin sənədi yoxdur, ona görə çıxmıyor. Hörmətli izləyicilər, nəzərə alın. Mütləq qaydada. Çıxmağa ehtiyac yoxdur, qoy o məhkəmə evisin çıxartsın. Amma bir şey də deyim. Əgər çıxsınız sənədsiz evdən, yeri qayda bilmirsiniz. Bundan əvvəl qeyd edin ki, sənədsiz evi belə torpaqda ev tikmişsizsə nikah dövründə həmin təmin xərclədiniz pulu təmin edə bilirsiniz. Tikinti xərclədiniz pulu. Diqqətinizə görə çox sağ olun. Ətraflı məlumat üçün qeyd olunan telefon nömrəsinə dəqiqə saxlaya bilirsiniz. Bir daha xahiş edirəm. Dəstək üçün kim istəsə YouTube kanalına abunə olsun, eyni zamanda iyanə edə bilər.